Uşaqlar, gəlin indi neyron modellərinin iki tipinə baxaq. Aktivasiya funksiyasının nə olduğunu bilmədiyimizə görə bunu bu dərsdə demək istədim. Modellərimiz ümumiyyətlə istənilən bir neyron modeli iki tipdən birindədir. Biri stokastik model, biri isə deterministik model. Gəlin baxaq. Stokastik neyron modeli və deterministik neyron modeli arasında çox kəskin bir fərq var. Bizim bu vaxta qədər öyrəndiyimiz hər şey deterministik neyron modelinə uyğun idi. Öyrənmiş bir neyron modeli, yəni artıq verilən taskı düzgün yerinə yetirə bilən, artıq ağırlıqları update olunmayan, istənilən nəticəyə çatılmış neyron modeli verilən input dəyişmədiyi müddətdə eyni outputu çıxaran modeldir. Deməli, tutaq ki, bir neyron modeli artıq bilirsiniz ki, öyrənib, artıq ağırlıqlarını dəyişmirik, bias dəyişmirik, yəni artıq öyrənmiş bir modeldir. Bu neyrona eyni bir şəkli verirsiniz. Tutaq ki, bu şəkildə pişik var, düzdürmü? İndi bu pişik şəklini görək tanıyacaqmı deyə neyrona verirsiniz və bu həqiqətən pişikdir. Bu model artıq öyrənibsə, artıq məharətlə işin öhdəsindən gələ bilirsə, görən kimi tutaq ki, buna deyəcək 0,9. Tutaq ki, sigmoid aktivasiya funksiyası var və ya tangent hiperbolik var. Hər iki halda 0,9 bizim üçün hə cavabıdır və böyük əminliklə verilmiş hə cavabıdır. Düzdürmü? Çünki 1-ə yaxın müsbət bir dəyərdir. Əgər eyni şəkli, yenə də çəkirəm, eyni şəkli yenə də həmin neyrona versəniz, bu neyron yenə də 0,9 cavabı çıxaracaq. Çünki artıq ağırlıqları dəyişmir, bias dəyişmir, aktivasiya funksiyası eynidir. Məntiqən niyə fərqli cavab versin ki? Inputlar zaten eynidir, şəkil eyni olduğuna görə. Yenə bunu verirsiniz, yenə eyni şəkli verirsiniz, yenə eyni şəkli, eyni cavabı çıxaracaq outputu. Yəni bu şəkli siz buna 10.000 dəfə də versəniz, artıq bu modeli öyrənibsə, bu faydasızdır. Çünki artıq ağırlıqları falan dəyişmirsə və ya çox cüzi dəyişirsə, outputlar arasında fərq olmur və ya çox cüzi, riyazi baxımdan fərq olur. Yəni 10.000-də birlərlə, milyonda birlərlə fərq olur ki, biz ona heç fərq yoxdur kimi hesablayırıq. Sonuçta nəticə dəyişmir. Həmişə hə cavabı verir və əminliklə hə cavabı verir. Düzdürmü? İndi bu şərt daxilində işləyən modelə deyilir deterministik neyron modeli. Eyni inputa, eyni outputu çıxarır. Ümumiyyətlə yadda saxlayın. Neyron modelində inputu eynidirsə, ona atanılan ağırlıq eynidir. Yəni biz deyirik ki, məsələn, x1 gəldi, buna atanılmış w11 ağırlığı, yəni birinci neyronun birinci inputunun ağırlığı. Bu x1 dəyişmədiyi müddətdə həmişə eyni olur. Ona görə eyni şəkildə eyni ağırlıqlar atanır. Deterministik neyron modeli budur. Bizim bu vaxta qədər öyrəndiyimiz və bundan sonra da üstündə işləyəcəyimiz əsas model deterministik modeldir. Lakin stokastik neyron modeli deyilən bir anlayış var. Stokastik neyron modeli Simon Haykinin kitabında çox az değinilən, ümumiyyətlə bizim görəcəyimiz modellərdə çox da istifadə olunmayan bir modeldir. Yəni bundan sonraki indi studilərimizdə bəlkə də görəcəyik, bəlkə də kifayət qədər istifadəsi var, amma hələ ki bizim görməyəcəyimiz bir şeydir. Sadəcə bunu bilməliyik. Stokastik neyron modeli isə deterministikin tərsinə eyni inputlara həmişə eyni outputları vermir. Random şəkildə cavablar verir. Random cavab verməsi səbəbi daxilindəki randomluqdur. Daxilində bir uniform paylanma əsasından, içindən seçilən random dəyərlər olur və bu dəyərlərə əsasən bunun cavabı dəyişir. O qədər dərinliyə enməyəcəm. Sadəcə bunu başa salacağım ki, stokastik neyron modelinə eyni inputu versəniz, artıq belə cavablar verməsin. Yəni 0,9, 0,7, mənfi 0,1 belə optionlarımız olmasın da. Təkcə müsbət 1 və mənfi 1 cavabımız olsun, tutaq ki. Və ya təkcə müsbət 1 və 0, fərqi yoxdur. Yəni demək istəyirəm ki, sadə bir model üzərində stokastikliyi öyrənək ki, bu bizə çətin olmasın. Çünki bunlar artıq çox spesifik hallardır. Ümumiyyətlə, McCloud-Pitts modeli əsasında öyrənirlər.
McCloud-Pitts modeli bilirsiniz ki, iki state ola bilir. Ya ateşlədi, ya ateşləmədi. Bu aralıq hallar yoxdur. Yəni ya müsbət bir 0, məsələn threshold funksiyası tətbiq olunursa, ya da başqa bir funksiya tətbiq olunursa, müsbət 1, mənfi 1. Və ya sadəcə olaraq denote eləyəndə belə denote edirlər ki, hərdirsə müsbət 1 çıxarsa hə deyək, mənfi 1 çıxarsa yox deyək. Düzdürmü? Yəni əsas bir McCloud-Pitts modelindən söhbət getsə, kimsə desə ki, eşitmisinizmi? Deyərsə, eşitmişik. İlk yaranan neyron modelidir. Bu neyron modeli iki option çıxara bilir, iki output çıxara bilir. Ya hə outputu, ya yox outputu. Ya 1, ya 0, ya da mənfi 1, 1. Düzdürmü? İndi bizdə stokastikliyi məhz belə two state, yəni iki vəziyyətdən yalnız birində ola bilən bir neyron əsasında öyrənəcəyik. Yaxşımı? Məsələn, kitaba baxıram indi. Kitabda da McCloud-Pitts modelinin aktivasiya funksiyasına daha doğrusu probabilistik bir yanaşmadan baxıblar ki, izlənə bilən bir yanaşma olsun, analitik olaraq izlənə bilən bir yol olsun. Yəni kitabda stokastikliyi McCloud-Pitts modeli əsasında eləyiblər. İzah eləyiblər. McCloud-Pitts modelinin aktivasiya funksiyasını stokastiklik yanaşması ilə dəyişiblər. İndi sizə onu göstərəcəm. Ümumiyyətlə, stokastiklik bəzi neyral şəbəkələrin bəzi tətbiqlərində lazım olur. Həmçinin mühəndislikdə, fizikada o randomluq, yəni eyni inputu verəndə fərqli cavablar çıxarması, bəzi hallarda fərqli cavablar çıxarılması bizə lazım ola bilir. Lakin yenə də dediyim kimi, sadəcə bəzi hallarda, əksər hallarda yox. Ona görə də stokastiklikdən çox vaxt danışılmır. Amma məncə siz bunu bilməlisiniz. Biz bunu bilməliyik, yəni. İndi gözümlə kitaba baxıram ki, ən azından teorik olaraq deyə biləcəyim bir şey varmı? Məncə elə bu qədər bəsdir. Yəni, stokastik neyron modelində əsas bilməniz gerəkən şey budur ki, eyni inputa həmişə eyni cavab verilmir. Səbəbi nədir? Dedik ki, McCloud-Pitts modeli üzərində izah eləyək. McCloud-Pitts modelinin iki halı var. Ateşlədi, ateşləmədi. Kitab bunu müsbət 1 və mənfi 1 kimi göstərir. Ona görə biz də qarışıqlıq olmasın deyə elə göstərəcəyik. Bu şəkillik ya, pişik şəkli. Pişik şəklinə bir dəfə bu müsbət 1 deyə bilər, bir dəfə mənfi 1 deyə bilər, bir dəfə yenə müsbət 1 deyə bilər. Pişik şəkli varsa həqiqətən burada çox vaxt müsbət 1 deyəcək zaten. Amma nadir hallarda da mənfi 1 deyəcək. Müsbət 1-lərin sayı mənfi 1-lərin sayından çox olacaq. İndi əgər sizin statistika anlayışınız varsa ki, yoxdursa belə narahat olmayın. Çünki mən kanalımda bu yaxınlarda statistika playlisti yaradacağım və sıfırdan statistika keçəcəyik. Tam belə advanced-ə qədər. Və orada siz ehtimalın nə olduğunu tam başa düşəcəksiniz. Bəlkə də bilirsiniz, bilmirəm. Amma ehtimal əslində anlıq bir şey deyil. Ehtimalın çox dərin bir mənası var. Ehtimal bir hadisənin uzun vadədə nə kimi sonuçlanacağını, uzun vadədə baş vermə ehtimalı, baş vermə şansıdır. Ehtimal budur. Məsələn, belə deyim də, deyirlər ki, bir zərə atanda 6 gəlməsi ehtimalı 6'da 1'dir. Bu bilsiz nə deməkdir əslində? Bu o deməkdir ki, siz bir, belə deyək, siz dəfələrlə təkrarlasanız bu zər atışını, yəni mümkün halların sayı, məsələn 10.000 dəfə olsa, onun 6'da 1'ində 6 rəqəmi gələcək zərin üzərinə. Yəni, zərin 6 üzünün gəlmə ehtimalının 6'da 1 olması demək, uzun vadədə dəfələrlə təkrarlanan atışlarda gələn 6 hallarının ümumi halların 6'da 1 olduğu anlamına gəlir. Daha sadə bir nümunə verim. 6'da 1 biraz qəribə dətlilik olmadı. Məsəl üçün, dəmir pul. Dəmir pulun iki üzü var. Xəritə üzü və pilləkən üzü. Deyirlər ki, hər iki üzün aralıqda gəlmə ehtimalı, məsələn, dəmir pulun xəritə üzünün gəlmə ehtimalı 2'də 1'dir. Bu bilsiz nə deməkdir? Bu o deməkdir ki, siz bu dəmir pulu minlərlə dəfə atsanız, məsələn, 10.000 dəfə atsanız, onun təqribən 5.000'ində xəritə üzü gələcək. Və bu xəritə üzünün gəldiyi hal əlverişli hal sayılır, düzdürmü? Ümumi hallar isə mümkün hallar sayılır. Həmin o 5.000'i 10.000'dən böləndə 2'də 1 eləmirmi? İşte ona görə deyilir ki, dəmir pulu atanda
xəritə üzünün gəlmə ehtimalı 2-də 1-dir. Yəni ehtimal dediyimiz şey uzun vadədə bu hadisənin baş verməsi ümumi baş verən hadisələrin, olayların hansı hissəsini təşkil edir? Budur. Cavab budur. Ehtimal bilirsiniz ki 0 və 1 arasında dəyər alır. 0 və 1 də daxil olmaqla. Ümumiyyətlə dünyada hər hansı bir şeyin ehtimalının 0 və ya 1 olduğu hal demək olar ki, yoxdur. Həmişə o aralıqda qiymət alır. Yəni hər hansı bir şey 100% baş verəcək və ya qətiyyən baş verməyəcək deyə bir şey yoxdur. Çünki randomluq, noise deyilən bir anlayış var. Yəni insanın idarə edə bilməyəcəyi, hesaba belə qata bilməyəcəyi amillər var ki, o amillər həmişə var və azaldıla bilmir. Mən keçən dəfə bu videoda daha doğrusu əvvəlki dəqiqələrdə belə bir şey dedim. Modelin xətası var, amma xətanın 2 tipi var. Azaldıla bilən, azaldıla bilməyən xəta. Azaldıla bilməyən xəta dediyimiz şey həmin noisedir. Yəni nə eləsəniz də orada həmişə olacaq amillər, həmişə təsir eləyəcək, bu köşədə duracaq amillər. Həmin o amillərin hesabına hər hansı bir hadisənin ehtimalı 1 və ya 0 ola bilmir. Amma bəzən riyaziyyatda hesablamalar zamanı falan yəni olur da şeylər. Nəzəriyyədə ola bilər. Amma real həyatda ola bilmir. Nəysə, yəni ehtimal 0 və 1 arasında qiymətlər alır. Bir hadisənin uzun vadədə baş verməsinin şansının nə qədər olduğunu göstərir kəsrlə. Hər hansı bir şeyin ehtimalı o deməkdir. Bəs niyə bundan danışıram? Mən əgər stokastik neyron modelində eyni inputların hər dəfə fərqli outputlar verəcəyini dilə gətirirəmsə, sizin artıq burada ağlınıza ehtimal gəlməlidir. Deməli, mən artıq bunun ehtimalını tapa bilməliyəm. Çünki bu konkret deyil. Məsələn, burada 100 dəfə də atsan eyni cavab gəlir, 10.000 dəfə də atsan eyni cavab gəlir, bir dəfə də atsan eyni cavab gəlir. Burada ehtimal tapmağın nə adı var ki? Həmin cavabın gəlmə ehtimalı 1-dir çünki. Həmişə o gələcək. Məsəl üçün, ateşləyirsə indi, deterministik model eyni input verəndə hə cavabı verirsə, hə cavabı vermə ehtimalı 1-dir. Çünki 100 dəfə də atsan, 1000 dəfə də atsan yenə hə cavabı verəcək, düzdürmü? Amma stokastik modeldə eyni inputlar fərqli cavablar verir deyə, yəni məsələn, bir dəfə hə dedi, sonra yox dedi, sonra bir də hə dedi, bir də hə dedi, yox dedi. Artıq burada siz hə cavabı vermə və yox cavabı vermə ehtimallarını tapa bilərsiniz. Başa düşdünüz nə demək istədim? Niyə ehtimal nə deməkdir onu başa saldım, sonra buna keçdim. Burada həmişə hə cavabı verir və ya həmişə yox cavabı verir. Ehtimal hər ikisi üçün 1-dir. Hə cavabı verirsə, hə cavabı vermə ehtimalı 1, yox cavabı vermə ehtimalı 0-dır. Okay, izlə. Yox cavabı verirsə, yox cavabı vermə ehtimalı 1, hə cavabı vermə ehtimalı 0-dır. Yenə okay izlə. Çünki həmişə eyni cavabı verəcək. Amma stokastik modeldə hər dəfə fərqli cavablar verəcək. Ona görə də hə cavabı vermə və yox cavabı vermə ehtimalını hesablamalısınız. Artıq o 1-dən və 0-dan fərqli şeylər olacaq stokastik modeldə. İndi stokastik modelin başa salmaq üçün kitab McLaughlin modelini götürür və McLaughlin modelinin binary cavablarını müsbət 1 və mənfi 1 olaraq işarətləyir və deyir ki, müsbət 1-ə hə deyək, mənfi 1-ə yox deyək. Oldu mu? İndi gəlin ehtimalı görək burada harda tətbiq edir, harda ehtimal lazım olur. Ehtimal burada lazım olur aktivasiya funksiyasının tətbiq olunduğu mərhələdə. Normal deterministik modeldə somadan çıxan VK-nı, aktivasiya funksiyasını, aktivasiya potensialını aktivasiya funksiyasına salırdılar və oradan bir output alırdılar. Lakin stokastik modeldə aktivasiya funksiyasının yerinə ehtimal qoyurlar. Ehtimal da logistik sigmoid funksiyası ilə istifadə olunur, tətbiq olunur, tapılır. Yəni VK-nı tapana qədər hər şey eynidir. Inputu verdin, ağırlıqlara atadın, VK-nı hesabladın. Okay, bura qədər hər şey bundakı kimidir. Amma burada həmin o VK-nı tapandan sonra o VK-ya fi tətbiq olunur və oradan bir output çıxır və bu output direkt həmin neyronun qərarı olur. Hə və ya yox və ya qərarsız. Başa düşdünüz? Lakin burada VK tətbiq olunur ehtimalın içinə və bu ehtimalın buradan çıxan cavab, yəni YK olmur. Belə bir formul yoxdur ki, PVK bərabəri YK. Elə bir formul yoxdur. Həmin bu fi olan halda biz output alırıq. Buradakı isə ehtimaldır. Ona görə mənim buradan tapacağım şey 0 və 1 arasında hər hansı bir dəyərdir. Və mən həmin dəyər əsasında deyəcəm ki, bu neyronun cavabı müsbət 1-dir, yoxsa mənfi 1-dir. Bunu bəs necə biləcəm? Hansı ehtimalda cavabın nə olduğunu hardan biləcəm? Bunun üçün qabaqcadan bir kodlaşdırma eləməliyəm. Deməliyəm ki, X buradakı inputları göstərmir.
X kitabda neyronun hazırki state-ni göstərir. Yəni ateşlədimi yoxsa ateşləmədimi bunu göstərir. Deyir ki, gəlin neyronun ateşləmə ehtimalına PVK deyək, ateşləməmə ehtimalına isə 1 minus PVK deyək. Tərsinə də deyə bilərdim. Ateşləməsi ehtimalına bunu, ateşləməməsi ehtimalına bunu deyə bilərdim. Heç bir fərqi yoxdur. Sadəcə asan olsun deyə anlamaq. Buna müsbət, buna müsbət, buna mənfi deyirik. Yenə də statistika playlistində görəcəyik ki, bütünü kapsayıcı olaylar var. Statistika playlistimiz türk dilli terminlərdən olacaq. Mən çalışacağım ki, onları Azərbaycanla tərcümə edə bildim, amma əsasən türk dilli terminlərdən olacaq. Amma narahat olmayın, başa düşəcəksiniz. Bütünü kapsayıcı olay deyilən bir şey var. Bütünü kapsayıcı olaylar elə olaylardır ki, onların baş vermə ehtimalları birlikdə ehtimal uzayını meydana gətirir. Yəni o olayların ikisi birlikdə baş verə biləcək yeganə olaylardır. 2 dənə option var məsələn. Onda o 2 optionun ayrılıqda baş vermə ehtimalları nədir bilmirəm, amma toplamı həmişə 1 olmalıdır. İşte buna deyilir bütünü kapsayıcı olaylar. Burada da eyni şəkildə kitab deyir ki, neyronun yalnız 2 cavab vermə haqqı var. Ya müsbət 1, ya mənfi 1. Deməli bu ikisinin birlikdə baş vermə ehtimalı 1-dir. Çünki mütləq hər hansı bir cavab veriləcək. Onda deyir gəlin buna PVK deyəksə, buna 1 minus PVK deyək. Çünki birlikdə ehtimalları 1 olmalıdır. Başa düşdünüz nə demək istədim? İşte ehtimalları cəmi 1 olan olaylara bütünü kapsayıcı olaylar deyilir. Bura o tərəfin statistikanın temasıdır. Sadəcə lazım idi bilməyimiz. Ona görə deyir buna P deyiriksə buna 1 minus P deyək. Bəs P nədir? Dedim ki P bax tam burada tətbiq olunur. Buradakı aktivasiya funksiyasının yerinə tətbiq olunur. Ona görə qərara gəliblər ki, o P-ni də aktivasiya funksiyalarından birinin hesabına tapsınlar. Ona da logistik sigmoid funksiyası kimi çəkiblər. Yadınıza formulu salmağa çalışın. 1 bölünsün 1 üstəgəl y üzəri mənfi AV idi. Düzdürmü? Burada A-nın yerinə yazırlar 1 böl T, vurulsun V yenə öz yerində. Və buna deyilir PVK. Yəni AV-nin yerinə 1 böl TV yazıblar. Yəni A-nın yerinə 1 böl T yazıblar. Oldu mu? Bəs 1 böl T'dəki o T nədir? Fikir verin. Diqqətinizə dərhal bir şey çarpmalıdır. Y sabitdir. Onu bilirik. 2,71 təqribən. Amma V-nin indeksində K var. K nə idi? Neyronun nömrəsi. Düzdürmü? Yəni birinci neyronun V-si fərqlidir. İkinci neyronun V-si fərqlidir. Çünki onların inputlara atadıqları ağırlıqlar fərqlidir. Biz bunları artıq bilirik. Amma fikir verin, T-nin indeksində heç nə yazmamışam. TK deyə bir şey yazmamışam. Bu bilsiz nə deməkdir? Bu deməkdir ki, T bütün neyronlar üçün sabitdir. Başqa sözlə, verilən model üçün, verilən şəbəkə üçün T bir dənə olur və bütün neyronlara həmin T göndərilir. Bəs T nədir? Bu T-nin adı var. Pseudotemperatur. Pseudotemperature kimi yazılır və oxunur. Pseudotemperaturdur. Lakin bunu siz normal fiziki temperaturla qəti şəkildə qarışdırmayın. Pseudotemperaturun adı elədir. T hərfi işarə olunduğuna görə. Bu əslində həmin bu neyron daxilindəki bu ehtimalın, bu randomluğun, noise'in idarə olunması üçün istifadə olunan kəmiyyətdir. Şəbəkə qurulanda bu T-yə bir dənə dəyər atanır və bu T əsasında həmin o model qurulur, üzərində işlənir. T dəyişə bilərmi? Öyrənmə prosesi zamanı ən optimal T-ni tapana qədər yenə də T dəyişə bilər. Amma verilən mərhələdə T bütün neyronlar üçün sabitdir. Ona görə də hər neyronun ehtimalını tapanda, ateşləmə ehtimalını tapanda V-ni həmin neyronun V-sini qoyacaqsınız. Amma T başdan nə set olunubsa bütün neyronlar üçün axıra qədər o olacaq. Yaxşımı? Bayaq dedim ki, T nədir? T model daxilindəki noise, daha doğrusu neyronun ateşləməsindəki noise idarə edir. Noise dediyimiz şey bayaq dediyim qeyri-müəyyənlikdir. Yəni insanın hesaba qata bilməyəcəyi, heç vaxt azalda bilməyəcəyi amillər. İşte o amillərin təsiri də noise, yəni qeyri-müəyyənlik yaradır. Onu idarə etmək üçün də T deyilən bir parametr daxil ediblər ehtimal daxilinə. Yəni 1 böl T həmin logistik sigmoid funksiyasındakı A-nın, yəni qrafikin dikliyini göstərən parametrin yerində durur. Oldu mu? Yəni logistik sigmoiddəki A-nın yerinə elə 1 böl T yazıblar. Bu qədər. Lakin T sabit bir kəmiyyətdir. Verilən şəbəkə üçün verilən anda sabit bir kəmiyyətdir. Bütün neyronlara həmin T tətbiq olunur. Yaxşı, P-ni hesablayırıq. Tutaq ki, P-ni hesabladıq. Cavab çıxdı 0,7. Gəlin bunu şərhləməyə çalışaq. Başa düşəcəksiniz nə deməkdir bu. Tutaq ki, mən ehtimalı 0,7 tapdım. Bu nə deməkdir sizcə? Ehtimalın 0,7 olması faizə çevirəndə 70% deməkdir. Və mən həmin o P-yə müsbət 1 demişəm.
Yəni müsbət 1 olma ehtimalına P demişəm. Bu o deməkdir ki, modelin, daha doğrusu həmin neyronun müsbət 1 cavabı verməsi ehtimalı 0,7-dir və ya 70%-dir. Yəni model 70% ehtimalla hə cavabı verəcək. Ona görə də mən həmin neyronun cavabını əgər P-dən 0,7 kimi bir cavab qəbul etsəm, hə kimi götürəcəm, müsbət 1 kimi götürəcəm yəni. Bu qədər. Gördünüz, cavabı 0,7 götürmədim. Çünki 0,7 YK deyil. Bax, 0,7 YK deyil. Burada mən 0,7 tapsam deyərdim ki, hə, neyronun özünün riyazi hesablamalarının nəticəsi də o YK. Deyəcəkdim ki, neyron 0,7 cavabı çıxarıbsa, tutaq ki, həmin funksiya lojistik sigmoid tətbiq olunubsa və onun nəticəsi 0,7 çıxıbsa, 0,5-dən böyükdür, 1-ə yaxındır. Deməli, hə, neyron əmindir ki, cavab hədir. Düzdürmü? Belə götürəcəkdim. Amma burada 2 dənə cavabım var. Müsbət 1 və ya mənfi 1. Və hansı olmasına qərar vermək üçün ehtimaldan istifadə edirəm. Bu qədər. 0,7 tapdımsa, deməli neyronun müsbət 1 deməsi ehtimalı 0,7-dir. Deməli, neyron böyük bir ehtimalla hə deyəcək. Bəs bunu bayaq dediyim o uzun vadə temasına əlaqələndirsək, nə demək olar sizcə? O deməkdir ki, tutaq ki, bu neyronu 100 dəfə biz neyrona eyni şəkli göstərsək, 100 dəfə eyni şəkli göstərsək, həmin o şəkillərin 70-inə pişik var deyəcək, 30-una yoxdur deyəcək. Və bu deməkdir. Gördünüz, həqiqətən də deterministik modeldən fərqlidir. Bu modelə 100 dəfə eyni şəkli versəniz, 100 dəfə pişik varsa var deyəcək, yoxdursa yox. Bu amma pişiyin olduğu bir şəkli buna 100 dəfə versəniz, bu neyrondan söhbət gedir. Ehtimalının 0,7 çıxdığı neyrondan söhbət gedir. Ona deyəcək ki, o şəkillərin 70-inə hə cavabı verəcək, 30-una yox cavabı verəcək. Başa düşdünüz? Amma siz bu hissəsini qarışdırmayın. Durub sual verməyin ki, 100 dəfə şəkil verəndə məsəl üçün hansı aktivasiya funksiyası tətbiq olunur falan. Belə bir şey yoxdur. Bunu sadəcə başa düşündüyümü demək istəyirəm. Ehtimalın nə olduğunu anlayasınız deyə deyirəm. Heç bir stokastik neyrona 100 dəfə şəkil verilmir. Bir dəfə şəkil verilir, axırında ehtimal tapılır. O ehtimala əsasən bu neyronun cavabının nə olduğu yazılır. Bu qədər. Sadəcə həmin o ehtimal dəfələrlə təkrarlanan nəticələrə uyğun gəlir. Başa düşdünüz? Yəni, sanki sən bu ehtimalı hesablamasaydın, adi deterministik neyron kimi buna baxsaydın, görəcəkdin ki, hər dəfə fərqli cavablar çıxarır bu. Bunun kimi deyil, hər dəfə fərqli cavablar generate edir. Hansı ki, bu da uzun vadədə bizim ehtimal hesablayıb bilməyimizə gətirib çıxarır. Fikirləşə bilərsiniz ki, bəs bu nəyə lazımdır ki? Bu bəzi hallarda neyronun necə random qərarlar verə biləcəyinə baxmaq üçün, hansı hallarda yox cavabı verdiyinə xüsusi baxmaq üçün, niyə o cavabı verdiyinə xüsusi baxmaq üçün lazım olur bəzi hallarda. Amma həmişə yox. Oldu mu? Biz sadəcə başa düşməyə çalışaq ki, yəni bunlar arasında fərq var. Buna 100 dəfə də eyni şəkli versən, həmin şəkildə pişik varsa hə deyəcək. Amma məsələn, ehtimalı 0,7-də olan bir neyrona o şəkli versən, 70-ində deyəcək hə, 30-una deyəcək yox. Tutaq ki, hesabladıq, cavab çıxdı 0,1, ehtimal çıxdı 0,1, bunun cavabı. 0,1 çıxdı. Bu 0,1 o deməkdir ki, bax PVK daxı, o da müsbət 1 daxı. Yəni 10% ehtimalla neyron deyəcək müsbət 1, 1 minus 0,1, yəni 90% ehtimalla deyəcək mənfi 1, yəni yoxdur. Əgər mənim cavabım 0,1 çıxsa, o zaman mən deməliyəm ki, bu neyronun cavabı mənfi 1 götürülməlidir. Çünki 90% ehtimalla hə olduğu qərarına gəlir. Daha doğrusu bağışlayın, 90% ehtimalla yox olduğu qərarına gəlir. Çünki 0,1 P-nin qiymətidirsə, 0,9 1 minus P-nin qiymətidir. O da mənfi 1-ə uyğun gəlir. Başa düşdünüz nə demək istəyirəm? Stokastik neyron modelində V-nin hesabına direkt cavab yox, ehtimal tapılır. Hansı cavabı vermə ehtimalı tapılır? Oldu mu? Bu qədər bəsit. Maraqlı məsələ nədir? Maraqlı məsələ T-dir. Həmin bu T var. T-ni artıra və azalda bilərik, dediyim kimi. Hər verilən şəbəkə üçün verilən anda okey, nədirsə odur. Amma T-ni artıra və azalda bilərik ümumiyyətlə. Ədəddir də, yəni istədiyim eləyərəm, parametrdir. Həmin o T-ni hətta hiperparametr demək olar mı? Ola bilər. Onu boş verin. T-ni artıra bilərik və azalda bilərik. Və məlum olur ki, T-ni artırdıqca modelin stokastikliyi artır. Model getdikcə random cavablara meyilli bir modelə çevrilir. Lakin T-ni azaltdıqca, sıfıra yaxınlaşdırdıqca bu neyronun
verdiyi qərarlar netləşməyə başlayır və nəhayət deterministik modelə çevrilir. T0-a gedəndə, bu limit temasıdır, birazdan göstərəcəm. T0-a gedəndə neyron, stokastik neyron modeli, həmin bu buradakı T0-a gedəndə deterministik modelə çevrilir. Yəni artıq qərarları uzun vadədə dəyişməyən, sabit olan bir neyrona çevrilir. Mən bir şeyi dəqiqləşdirməliyəm. İndi sizə deyəcəm. Bir dənə mən baxım. Bir şey dəqiqləşdirim, dəqiq deyim indi. Uşaqlar, baxdığım şey bilirsiniz nə idi? T-nin işarəsi. T həmişə müsbətdir, bəli. T temperatur, psevdo temperaturdur. Temperatur deyil məna olaraq, amma psevdo temperaturdur adı. Temperatur kimi yanaşılır. Yəni mənfi ola bilmir. Ona görə T-yə sadəcə sıfıra sağdan yaxınlaşma кейsinə baxa bilərik. Ona baxmaq istədim ki, görəsən soldan yaxınlaşa bilərmi? Çünki ümumiyyətlə limitin bir kəsirin məxrəcinin sıfıra getdiyi hal dərhal onu sonsuza aparmır. İki кейs var. Sıfıra sağdan yaxınlaşmaq və soldan yaxınlaşmaq. Sıfıra sağdan yaxınlaşırsa məxrəc, həmin kəsir müsbət sonsuza yaxınlaşır. Məxrəci sıfıra soldan yaxınlaşırsa, həmin kəsir mənfi sonsuza yaxınlaşır. Ona görə baxmaq istədim ki, T sıfıra gedir deyəndə nəyi nəzərdə tuturlar? İşarəsinə baxdım, T mənfi ola bilmirmiş. Deməli, T həmişə sıfıra sağdan yaxınlaşır. Gəlin baxaq görək. T-nin sıfıra sağdan yaxınlaşdığı anda nə baş verir? T sıfıra sağdan yaxınlaşanda mənfini atıram. 1/T müsbət sonsuza yaxınlaşır. Lakin qabağında mənfi var. Ona görə Y-nin üstündəki bu qüvvət mənfi sonsuza yaxınlaşır. Y üzəri mənfi sonsuzluq bəs nəyə yaxınlaşır? 1/Y üzəri müsbət sonsuzluq deməkdir. Sıfıra yaxınlaşır. Çünki məxrəc çox böyükdür. Deməli, bura bütövlükdə sıfıra gedir. Qalır 1/1. Deməli, T-nin sıfıra yaxınlaşdığı anda, o sağdan deməyimizə ehtiyac yoxdur. Çünki T-nin işarəsi müsbət imiş. Olduğu halda ehtimalın 1-ə gedir. 1/1 gedir. Ehtimalın 1-ə getməsi modelin qərarlarının həmişə hə yönündə olacağı anlamına gəlir. Amma mən bunu çevirə də bilərdim, düzdürmü? Mən bu case üçün həmişə modelin cavabı müsbət 1 çıxdı. Lakin çevrilmiş də ola bilərdi. X-ə -1 olma ehtimalına PVK deyərdim. Müsbət 1 olma ehtimalına 1 - PVK deyərdim. Düzdürmü? Bax, belə bir şərt də qoya bilərdim. Heç bir fərqi yoxdur. Ehtimalda belə bir şey də qoya bilərdim. Bu zaman nə olacaqdı? Bu zaman T sıfıra gedəndə tapdığım ehtimal yox demə cavabını mən 1-ə aparacaqdı. Yox demə ehtimalını müsbət 1 aparacaqdı bunu. Çünki bu bunu göstərir bu кейsdə. O zaman da deyəcəkdim ki, neyron qətiyyətlə -1 cavabını verməyə davam edir. Ümumiyyətlə, ehtimalın 1 olması uzun vadədə cavabların dəyişməməsi deməkdir. Düzdürmü? Yəni 10.000 dəfə şəkil göstərmişəm, 10.000-də də eyni cavabı verir deməkdir. Bəs bu sizə nəyi xatırlatmalıdır? Deterministik modeli. Deməli, T sıfıra gedirsə, istəyir bu şərt olsun, istəyir bu şərt olsun. Ehtimalın 1-ə getdiyini gördüm. Ehtimalın 1-ə getməsi də bu şərt daxilində cavabın həmişə hə olacağına, bu şərt daxilində həmişə yox olacağına işarət edir. Bu da uzun vadədə neyronun cavabının dəyişməyəcəyi anlamına gəlir. Artıq кейsdən кейsə fərqlənir. Ya həmişə hə deyəcək, ya həmişə yox deyəcək. Şəkildə pişik varmı, yoxmu bundan asılıdır. Həmçinin neyronun nə dərəcədə öyrəndiyindən asılıdır. Yəni deterministik modelə çevriləcək bu model. Artıq uzun vadədə bütün cavabları hə və ya yox kimi olacaq. Bunun kimi, yəni başa düşdünüz? Həmişə müsbət 1 və ya həmişə -1. Ona görə də T sıfıra gedəndə, yəni buradakı bu psevdo temperatur parametri sıfıra gedəndə, sıfıra çox yaxınlaşanda, çox ədədə kiçiləndə model get-gedə noise azalır, düzdürmü? Axı T nəyi idarə edirdi? Həmin o qeyri-müəyyənliyi. Onu azaltdıqca, noise azaltdıqca model stabilləşir və deterministik modelə çevrilir. Görürsünüz nə qədər maraqlıdır. Ümid edirəm ki, mən başa sala bildim. Yəni, həqiqətən əlimdən gələni elədim də. Ağlınızda yarana biləcək maksimum bütün suallara cavab tapmağa çalışdım. Ən azından özümün ağlına yarananlara cavab tapmağa çalışdım. Bir dənə məsələ var, demədiyim, bayaq da demək ki, o qədər dərinə inməyəcəm. O demək istədiyim şey, bu stokastik modelin necə işlədiydi. Yəni, belə bir sual mənim ağlıma gəlmişdi. Necə ola bilər ki, stokastik də olsa, bu modelin də inputu var, bu modelin də ağırlığı var, bunun da aktivasiya funksiyası var. Nə olsun ehtimal kimi hesablanır. Bütün hallarda T eynidirsə, V eynidirsə, bu necə fərqli cavab çıxara bilər? Ehtimal zaten sabitdir. Ehtimal heç. Yəni
ehtimal verilən neyron üçün sabitdir. Amma axı ehtimal output deyil axı. Bəs necə ola bilər ki, bu hər dəfə fərqli outputlar çıxarır? Məsələn, necə ola bilər ki, ehtimal 0,7-dirsə, 100 şəklin, 100 dənə eyni şəklin 70-inə hə deyir, 30-una yox deyir. Yəni riyazi olaraq mümkün deyilmiş kimi gəlir. Sizə də elə gəlirmi? Yəni gəlməlidir də. Çünki riyazi olaraq hər şey eynidir. Şəkli eyni verirəm. Ona atanan ağırlıqlar avtomatik eyni olur. İstifadə olunan funksiya eyni olacaq. Bəs necə bu hə və ya yox cavabını verə bilir görəsən? İşte onun səbəbi daxildə baş verən randomluq prosesidir. Stokastik neyron modeli daxilində ehtimal hesablayandan dərhal sonra random 0 və 1 arasında bir ədəd generate edir. Və həmin ədədlə bu ehtimalı müqayisə edir. Və şərt qoyulmuş olur qabaqcadan. Məsələn, deyir ki, bu ədəd ehtimaldan kiçikdirsə, mən mənfi bir cavab və ya müsbət bir cavabı qaytaracağam. Böyükdürsə, mənfi bir cavabı qaytaracağam. Gördünüz, artıq elə bir şey elədi ki, qabaqcadan həmin o inputların və ağırlıqların eyni olmasına baxmayaraq, hətta hesablanan P-nin həmişə eyni olmasına baxmayaraq, hər dəfə eyni şəkli verəndə fərqli cavablar çıxartdı. Çünki 0 və 1 arasında istənilən bir ədədi tapa bilər. Hər dəfə random bir ədəd tapacaq, gidib hər dəfə ehtimalla müqayisə eləyəcək, bir dəfə böyük çıxacaq, bir dəfə kiçik çıxacaq və şərt qoyacaq ki, böyük çıxsa falan cavabı verəcəm, kiçik çıxsa falan cavabı verəcəm. Ona görə də istər-istəməz nəticələr fərqlənəcək. Başa düşdünüzmü, stokastik model niyə fərqli cavablar verə bilir? Çünki stokastik modelin daxilində ehtimal hesab, ümumiyyətlə stokastik modelin daxilində bizim bildiyimiz aktivasiya funksiyaları istifadə olunmur. Sigmoiddir, tangent hiperbolikdir, ReLU-dur, nə bilim, heç biri istifadə olunmur. Sadəcə bu P istifadə olunur və P-nin tapılmasına qədər hər şey sabitdir. Eyni şəkli verirəm, input eyni, onlara atanan ağırlıqlar eyni, V eyni, T eyni olduğuna görə ehtimal da eyni olacaq. Tam bu əsnada növbəti addım random ədəd generate edib onu ehtimalla müqayisə eləmək və böyük və ya kiçik olması əsasında bir cavab output çıxarmaq teması bu neyronun random cavablar verməsinə gətirib çıxarır. Oldu mu? Yəni ağlınızda belə bir sual yaransa ki, mənim yaranmışdı, onun cavabı budur. Ki necə olur ki, eyni inputa bu neyron fərqli cavablar verə bilir. Onun səbəbi ehtimal hesablayandan sonra random bir dəyər generate edib bu ehtimalla o ədədi müqayisə eləməsidir. Və uzun vadədə görəcəksiniz ki, 100 dəfə bu prosesi təkrarlasanız, 100 dəfə random ədədlər generate eləsəniz və eyni ehtimalla müqayisə eləsəniz, görəcəksiniz ki, 70 dəfəsində, məsəl üçün, ehtimalın 0,7 olduğu haldan söhbət gedir. 70 dəfəsində müsbət bir cavabı gəldi, çünki P direkt müsbət 1-ə uyğun gəlir, müsbət 1 gəlmə ehtimalına. 30 dəfəsində isə mənfi bir cavabı gəldi. Yəni, tutaq ki, şərt budur. Mənim ehtimalım 0,7-dir, düzdürmü? Bu şərt daxilində qurulmuş model üçün ehtimalım çıxdı 0,7 və bundan sonra 0 və 1 arasında bir ədəd generate olunur və deyilir ki, şərt budur. Ədədim 0,7-dən kiçik çıxsa, mənim outputumu müsbət 1 çıxaracam. Həmin ədədim 0,7-dən böyük çıxsa, mənfi 1 çıxaracam. Tutaq ki, ilk addım 0,7 çıxdı. Bundan sonra əslində cavab bəllidir. Yəni 70% ehtimalla müsbət 1 çıxaracaq şərt bu olduğuna görə. Burada bizim işimiz bitir əslində. Sadəcə mən arxa planı başa salmağa çalışıram ki, bu 0,7 bizə nə demək istəyir? 0,7 bizə onu deyir ki, 100 dəfə bu neyronu siz neyrona eyni şəkli göstərsəniz, 70-ində müsbət 1 deyəcək. 30-unda mənfi 1 deyəcək. İşte deyirəm ki, niyə o fərqli cavablar verəcək? Niyə 30 dənəsində mənfi 1 deyəcək? Niyə hamısında müsbət 1 deməyəcək? Onun səbəbini başa salmağa çalışıram. Onun səbəbi odur ki, normalda həmin neyronu o şəkli göstərsəniz, stokastik neyronu o şəkli göstərsəniz, orada verilən cavab dəyişəcək. Çünki random bir ədəd generate edəcək və bu ədədlə ehtimalı müqayisə edəcək və şərt qoyacaq ki, tutaq ki, həmin ədəd R olsun. R-ı buradan çıxarır. Tutaq ki, R mənim ehtimalımdan kiçikdirsə, cavabım müsbət 1 olsun. R mənim ehtimalımdan böyükdürsə, yəni 0,7-dən böyükdürsə, mənfi 1 olsun. Tutaq ki, belə bir şərt qoydu, düzdürmü? Tərsinə də qoya bilərdi. Kiçikdirsə mənfi 1 olsun, böyükdürsə müsbət 1 olsun da deyə bilərdi. Bu zaman buralarda bəzi şeylər dəyişəcək. Onlardan hələ ki qarışdırmayaq. Tutaq ki, ilkin
Mən də yoxlamaq istədim. Görəsən həqiqətənmi 70 dəfəsində müsbət 1, 30 dəfəsində mənfi 1 deyəcək bu ehtimal əsasən. Gəlin yoxlayaq. Bu necə? Yoxlasam nə görərdim? Görərdim ki, tutaq ki, ilk dəfəsində random ədəd çıxdı 0.2. 0.2 0.7-dən kiçik olduğuna görə neyronun outputu çıxdı 0.1. İkinci dəfə ədəd çıxacaq 0.9. Bu random ədəd çıxacaq 0.9. 0.9 bundan böyükdür deyə mənim outputum çıxacaq mənfi 1. Sonra tutaq ki, çıxacaq 0.5. Kiçikdir deyə ədədim çıxacaq. Belə də götürə bilərsiniz. R kiçik bərabərdir ehtimal. 0.5 çıxdı. 0.5-in bundan kiçikdir deyə yenə outputum müsbət 1. Ta ki 100 dəfə bu prosesi eləsəm, görəcəm ki, günün sonunda 70 dənə müsbət birim, 30 dənə mənfi birim var. Bu da mənim ehtimalın niyə 0.7 hesablandığını göstərəcək. Başa düşdünüz, arxa plan necədir? Başa düşdünüz, 0.7 ehtimalı necə sübut edə bilərik? Belə sübut edə bilərik. Uzun vadədə eyni prosesi dəfələrlə təkrarlayaraq. Amma normalda stokastik modeldə ehtimal hesablayıb dayanırlar. Çünki ehtimal nəyi göstərir? Bu şərtə əsasən outputun nə olduğunu göstərir. Şərtim budursa, cavabın 0.7 çıxıbsa, deməli 0.7 hə demək ehtimalıdır. Deməli, qayət böyük bir ehtimallı cavabın hədir. Amma şərtim budursa, ehtimalın 0.7 çıxıbsa, bəs nə olar? Ehtimalın 0.7 çıxıbsa, deməli, yox demə ehtimalı 0.7-dir. O zaman cavabın bu olsa, həmin neyronun cavabını yox götürəcəksən, mənfi 1 götürəcəksən. Bu qədər. Getdikcə t-ni azaltsan da, noise, model daxilindəki qeyri-müəyyənliyi azaltmış olduğuna görə, modelin get-gedə deterministik modelə çevriləcək. Və artıq ehtimalın gəlib 1 çıxacaq. T-ni hesablayanda deyək ki, 1 böl 1-dən ehtimal 1 çıxır. Ehtimalın 1-ə getməsi də bu şərt daxilində dəfələrlə bu prosesi təkrarlasanız, hamısında müsbət 1 gəlməsi deməkdir. Ona görə ehtimal 1 çıxır. Və yaxud da bu şərt əsasında işləyirsiniz, tutaq ki, yenə t-ni azaltsanız, p 1-ə gedir. Yəni, yox demə ehtimalı 1-ə gedir. Bu da o deməkdir ki, 100 dəfə siz bu neyrona eyni şəkli versəniz, 100-ündə də mənfi 1 cavabı çıxacaq. 100-ündə də yox deyəcək. Artıq bu da deterministik model deməkdir. Deterministik modellə eyni hərəkət eləyir. Düzdürmü? Bu qədər. Mənim deyəcəklərim bu qədər. Ümid edirəm ki, həqiqətən çox ümid edirəm ki, stokastik neyron modeli nədir? Anlayışınız oldu. Başa düşdünüz. Mən həqiqətən maksimal dərəcədə izah elədim. Yəni, özümün anladığı, anlaya bildiyi, sizin də anlaya biləcəyiniz tərzdə izah elədim. Ümid edirəm ki, faydalı olar. Deməli, biz nə öyrəndik bu dərsdə? Biz aktivasiya funksiyalarının nə olduğunu, nə işə yaradığını keçən dərs öyrənmişdik. Bu dərs öyrəndik ki, aktivasiya funksiyaları əslində çoxlu tipləri olur. Deterministik neyron modelində istifadə olunur, çoxlu tipləri olur. Outputları adətən 0, 1 və ya mənfi 1 arasında olur ki, hesablama asanlaşsın. Sonra nə dedik? Sonra stokastik neyron modelindən danışdıq. Dedik ki, stokastik neyron modelində isə həmin aktivasiya funksiyaları istifadə olunmur. Onun yerinə P istifadə olunur. Elə bir aktivasiya funksiyası kimi ehtimal hesablayırlar eyni formulla. Sonra bu formuldan ehtimal hesablayırlar. Ehtimalın nə olması şərtinə baxıb outputun nə olduğunu deyirlər. Bu da bəzi modellərdə istifadə oluna bilir. Stokastiklik. Neyron daxilində randomluq bəzən lazım ola bilir. Bir də keçən dəfə yadınızdadır biasdən danışmışdıq. Demişdik ki, bias neyronun nə qədər asan aktivləşə biləcəyinə qərar verən kəmiyyətdir, bir parametrdir. O bilirsiniz niyə? Məncə o sizə müəyyən qədər aydın olmuş olar. Aktivasiya funksiyalarının outputu, tutaq ki, sigmoid funksiyadır. Sigmoid funksiyanın outputu 0.6-dırsa, 0.6 0.5-dən böyük olduğuna görə cavabı nə olurdu? Hə cavabı olurdu, düzdürmü? Və 1-ə yaxın olduğuna görə də 0.5-dən əslində 0.5-ə yaxındır bu. 0.8 eləyək. Yəni, sigmoid aktivasiya funksiyasının tətbiq olunduğu deterministik neyronun cavabı 0.8 çıxıbsa, cavabını hər kim götürürsən və əminliklə hə dediyini nəzərə alırsan. Düzdürmü? Çünki 1-ə yaxındır və 0.5-dən bayağı uzaqdır və müsbətdir. 0.5 1 arasındadır. Onu başa saldım interpretasiya temasını. Cavabını hər kim götürürdün. Düzdürmü? Çünki sənin thresholdun 0.5-dir. Amma bu cavabı 0.8-ə çatdıran bias olub. Yəni, sənin inputun olub. Deyək ki, sigmoid funksiyada inputun nə qədər böyükdürsə, cavabın bir o qədər 1-ə yaxın çıxacaq. Düzdürmü? Nə qədər kiçikdirsə, bir o qədər 0-a yaxın çıxacaq. İndi baxın. Tutaq ki, mənim biasım müsbət 2-dir. Düzdürmü? Tutaq ki, müsbət 2-dir biasım. Tutaq ki,
external addition'dır. Yəni somaya xaricdən əlavə olunur. Çaşmayasınız deyə belə deyirəm. Bilirsiniz ki, ya inputla x0 inputu kimi x0-a müsbət 1, w0 1-ə b1 deyərək oradan input bias verə bilərlər inputlarla birlikdə. Ya da ki, inputları ayrıca vurub toplayar, sonra bias əlavə edərlər. Tutaq ki, indi sonradan əlavə olunanda ona external addition deyilir. İndi müsbət 2 biasım var. Tutaq ki, birinci neyronun biası. Set eləmişik müsbət 2. Görək nə baş verər. Və tutaq ki, sigmoid aktivasiya funksiyası tətbiq olunur. Yaxşımı? Tutaq ki, mənim o hasillərimin nəticəsi yadınızdadır. UK deyirdik. Buna deyirdik linear combiner output hətta. UK'nın cavabı tutaq ki, gəlmişdi, çıxmışdı. Hələ 2 tutaq ki. 2 çıxmışdı. Düzdürmü? Mənim biasımın müsbət 2 olması mənim nəticəmi, yəni VK-mı qaldırar 4-ə. Çünki VK UK plus B-dir. Bilirsiniz bunu. UK plus BK-dır hətta. Düzdürmü? Birinci neyrondan söhbət gedirsə, K-ların yerində 1 dayanacaq. Bu qədər. Deməli, mənim V1-im çıxdı 4. Sigmoid aktivasiya funksiyasında input kimi 4 versəm, bizim qrafikə baxanda sizcə output nə çıxar? Grafiki göstərim. Sıfırda 0.5 çıxır. V-nin 0 olduğu anda 0.5 çıxır. Deməli 4 falan da 0.5-dən 1 arasında olacaq, amma 1-ə o qədər də yaxın olmayacaq. Niyə görə? Çünki sonsuza doğru getdikcə 1-ə yaxınlaşır. 4 sonsuza nisbətən çox kiçik bir ədəddir. Tutaq ki, çıxar 0.6. 0.6 çıxar. Düzdürmü? Amma bias olmasaydı nə baş verərdi? Bias olmasaydı, yəni müsbət 2 olmasaydı, bias teması olmasaydı, 2-ni göndərəcəkdim. Yəni UK-nı göndərəcəkdim digər sigmoidin içinə. Və 4-dən daha kiçik bir input olduğuna görə sigmoid outputu daha da kiçildəcəkdi. Məsələn, 0,57 çıxaracaqdı. Artıq sən biraz daha tərəddüd içində qalacaqdın. Biraz daha tərəddüd içində. Yəni daha da çox neyronun qərarsız olduğunu düşünəcəkdin 0,6-ya nisbətən. Düzdürmü? Gördünüz, müsbət 2 neyronun qərarlılıq səviyyəsini artırdı və aktivləşməsini asanlaşdırdı. Düzdürmü? Lakin biasım mənfi 3 olsaydı nə baş verərdi? Ta ki, ikinci neyronun da biası mənfi 3-dür. Təsadüfən onun da U-su 2 çıxıb. Gəlin, baxaq görək, bu halda bəs sigmoid nə çıxarardı? Ta ki, bunun aktivasiya funksiyası da sigmoiddir. U2 2 çıxdı, V2 2 minus 3, yəni bunların cəmi mənfi 1 çıxdı, düzdürmü? V2 mənfi 1-dirsə, sigmoid mənfi ədədlərdən nə çıxarırdı? Sigmoid mənfi ədədlərdən 0,5-dən azca kiçik bir şey çıxaracaq. Çünki mənfi 1 o qədər də böyük ədəd deyil. Daha doğrusu o qədər də kiçik ədəd deyil, mənfilərdən danışırıq. Mənfi 1 tutaq ki, ədəd çıxarır 0 nə qədər çıxara bilər? 0,5-ə yaxın olacaq. Tutaq ki, 0,4. Tutaq ki də atıram. Lakin bias olmasaydı, yenə də 2 çıxaracaqdı. Hansı ki, 2 biasın olmadığı halda output olaraq 0,5-ə daha da yaxın bir şey olacaqdı. Düzdürmü? Başa sala bildim görəsən buranı. Yəni, onu demək istəyirəm ki, bias neyronun qərarlılıq səviyyəsinə və aktivləşməsinin nə qədər asan olmasının təsir göstərir. Mənim ədədlərim pis oldu. Mən kiçik ədədlərlə götürdüm. Ona görə dəqiq göstərə bilmədim. Yəni, bax, belə olur. Normalda sənin biassız cavabın 0 çıxır və sən buna 0,5 deyirsənsə, biasın sayəsində sənin cavabın gəlib 100 çıxır və sən buna artıq 0,6 və ya 0,7 tutaq ki, deyirsən və bu artıq 0,5-dən uzaqlaşdığına görə neyronun asan aktivləşməsinə və qərarının asan aktivləşmək demək, qərarından əmin olması deməkdir. Gətirib buna çıxarır. Gördünüz? Lakin biasın mənfi 100 olsaydı, sənin gəlib cavabını çıxarardı, mənfi 100-ə düşürərdi. Mənfi 100 isə 0,5-dən daha da aşağıdır. Və bu
cavabını yox tərəfə aparardı. Yəni neyronun aktivləşməsini azaldardı. Bunda problem yoxdur. Neyron yox desə belə əminliklə deməlidir. Amma sənin bu cavabını 0.5-dən uzaqlaşdırardı. Məsəl üçün gəlib çıxarardı 0.4-ə. Cavabının 0.4 çıxması da o demək olardı ki, hətta daha da kiçik çıxardı. O deməkdir ki, neyronun qətiyyətlə yox deyə bilir. Artıq qərarsızlıq səviyyəsindən uzaqlaşıb. Gördünüz, bias bu işə yarayır. Bias adətən qərarsızlıq sayılan qərar vermə sərhəddindən neyronun outputunu uzaqlaşdırır. Beləliklə neyronun cavablarının daha dəqiq olmasını gətirib çıxarır. Bias bu işə yarayır. Biasın olmasaydı, sənin cavabın elə V olsaydı, aktivasiyaya V göndərilsəydi, cavabın bax məsəl üçün sigmoiddirsə 0 getsəydi 0.5 çıxacaqdı. 0.5 qərarsızlıqdır. Amma bias sayəsində 0-dan biraz uzaqlaşdıq. Yadınızda keçən dəfə affine transformation deyirdik buna. Affine transformation nədir? Yəni yuxarı, yadınızda yuxarı qrafik çəkmişdim, aşağı qrafik çəkmişdim. Bunun sayəsində bu qərar sərhəddindən outputu uzaqlaşdırmış oldu. Beləliklə sən neyronun daha əmin cavablar verdiyini görə bilərsən. Bu qədər. Bias da bu işə yarayır. Biasın olması neyronu dəqiqləşdirir, aktivləşməsinin netləşməsinə gətirib çıxarır. Oldu mu? Bu qədər. Məncə ümid edirəm ki, başa düşdünüz. Başa düşmədiyiniz yerlər varsa kitabdan oxuyun. Özünüz araşdırın mütləq. Yəni bunlar çünki sadəcə dinləyərək, belə oturub dinləsəniz başa düşməyəcəksiniz. Çünki yazmalısınız, pozmalısınız, 100 dənə sual formalaşdırmalıdır, o suallara cavab tapmalısınız. Mənim dediyim şeylər çox spesifik, çox net şeylərdir. Lakin yenə də bəs eləməyə bilər və eləməyəcək böyük ehtimalı. Özünüz yazıb pozmalısınız, özünüz səhvlər eləməlisiniz, sonra onu düzəltməlisiniz, sonra onu araşdırmalısınız. Sonra ağlınıza fərqli кейslər gəlməlidir. Belə-belə siz neyron şəbəkələri başa düşməlisiniz. Hələ bunlar girişdir, hələ introduction chapter'dır. Ona görə çox asan səviyyədədir həqiqətən. Bundan sonra biz daha dərinə inəcəyik və onlar həqiqətən çətindir, amma onlar sizi daha yaxşı başa salacaq. Yəni indi panikləməyin başa düşmürsünüzsə. Sadəcə əlinizdən gələni eləməyə çalışın və təklif edirəm ki, kitabla paralel gedin. Kitabla paralel oxuyun ki, hər şey beyninizə daha yaxşı həkk olunsun. Amma oxumasanız belə mən kitabdakı hər şeyi nöqtəsinə virgül kimi deyirəm, ona görə ehtiyac yoxdur. Əgər vaxtınız çatmırsa, ehtiyac yoxdur deməyim, məcburi deyil. Yəni bəs eləyər bu məlumatlar sizə. Bu qədər. Suallarınız olsa şərhlərə yaza bilərsiniz. Diqqətiniz üçün, dinlədiyiniz üçün təşəkkürlər.